Gürzə etmək sanki bir ara mənim kabusuma çevrilmişdi. Çünki işə girəndə bizdə un bölümü idi və orada un məmulatları arasında gürzə də var idi. Və mən gürzəni heç cür bükə bilmirdim. Gürzənin bükülməsi kənardan sadə görsənsə də, amma heç də elə sadə deyil. Biraz qalın etdikdə içindəki xəmir bilinir, biraz nazik etdikdə cırılır. Yəni çox kaprizli bir un məmulatıdır. Axırı ki onu öyrənməyi düz 4 aya bacardım. Onda da hələ yenə də məndə səhvlər tutulurdu ki, filan yeri qalın qalıb, burasını düz etməmsən. Onu da bizim un bölümümüzün böyüyü mənə öyrətdi gürzə bükməyi. İndi isə keçirik xəmirinə. Xəmir üçün 1 kiloqram una, 2 ədəd yumurta, 2 çay qaşığı duz, 2 xörək qaşığı günəbaxan yağı və 400 ml buz kimi su lazımdır. Hətta siz bu suyu xaladelnika belə qoya bilərsiniz. Möhkəm, qəşəng bir xəmir yoğururuq. Ələ yapışmayan xəmir olmalıdır. Siz mənim reseptimi tam edin, görəcəksiniz ki, yəni nə artıq una, nə də artıq suya ehtiyac olmayacaq. Daha sonra yaydığımız, daha doğrusu yoğurduğumuz xəmiri biraz dinlənməsi üçün kənara qoyuruq. Daha sonra 3 kündəyə ayırırıq. Biraz gürzənin kündələrini iri tutun ki, çünki iri-iri kəsəcəksiniz deyə, yəni balaca tutmaq sizə sərf etməyəcək. Əvvəlcə mən balaca başlıqla kəsdim. Sonra gördüm ki, yox, gürzələrlə çox xırda olur. Daha sonra stəkanın ağzı ilə kəsməyə başladım. Əslində ona uyğun kəsmə ölçüm var idi. Sadəcə sizə də rahat olsun deyə stəkanla kəsdim. Əti üçün götürdüm yağlı mal əti, duz, istiot, biraz da soğan. Siz istəsəz bunu mal əti ilə qoyun ətini də qarışdıra bilərsiniz. Əgər sizdə evdə uşaqlar xoşlayırlarsa. Bizdə uşaqlar qoyun əti sevmirlər deyə mən mal əti ilə etdim. Amma belə də çox dadlı alındı. Burada gürzəni bükürəm. Əlimə diqqətlə baxsaz əgər nəsə öyrənə bilərsiniz. Elə etməlisiniz ki, içəri tərəfində xəmir çox qalmamalıdır. Biz bunu edib işte yarım fabrikat formasında dondururduq, amma orada pişirənlər bunları aşpazlar idi. İlk dəfə idi ki, evdə mən özüm gürzəni bişirirdim. Bunun üçün su götürdüm, bir qazan, üzərinə duz və 2-3 ədəd də bulyon tableti attım. Tabletlər formasında attım. Və qaynamağa başlayanda gürzələrimizi qaynayan suya əlavə etdim. Hardasa 15 falan dəqiqə. Artıq özünüz baxırsınız. Mən düzü yedikcə baxırdım ki, neçə dəqiqəyə bu hazır oldu. Edən hər kəsə nuş olsun.